Orta Doğu bir anda barut çəlləyinə döndüyü vaxtda bütün dünya nəfəsini tutub bu gərginliyi izlərkən səhnəyə heç də təəccüblü olmayan bir ad çıxdı. Riza Pəhləvi. Bəs devrilmiş bir şahın oğlu, 50 ilə yaxındır sürgündə yaşayan bir şahzadə niyə adi zamanlarda yox, savaş və kaosda ortaya çıxır? Özü də xarici olan tərəfin yanında duraraq. Cavab Pəhləvi ailəsinin DNA-sına kodlanmış bir stratejidə gizlidir. İngilislərin Savad Kuhluoğlu. Bu epizodda Pəhləvi xanədanının əslində şahlıq sisteminə aid heç bir qayda ilə taxta çıxmadığını, bu projenin arxasında dayanan xarici gücləri və daxili memarları faktlarla ortaya qoyacağıq. Və ən əsası, bu ailənin hakimiyyəti dövründə Azərbaycanlılara olan münasibətini bir daha da xatırlatmış olacaq. Çar Tezar Rusiyası 1917-ci ildə Bolşevik inqilabından sonra bölgədə mövqelərini itirməyə başlamışdı. 1918-ci ildə Birinci Dünya Müharibəsinin bitməsi ilə Osmanlı İmperiyası süquta doğru gedirdi. Qacar dövləti ən zəif dövrünü yaşayırdı. Böyük Britaniya üçün məmalik Məhrusi Qacar, Osmanlı sonrası yaxın şərqdə yeni güc balansı yaratmaq üçün kritik önəm qazandı. 1918-ci ildə İngiltərənin dəstəyi ilə Anglo-Persian Oil Company İranın neft yataqlarında fəaliyyətə zaten başlamışdı. İrandakı neft ehtiyatları Britaniyanın donanması və sənayesi üçün həyati əhəmiyyət daşıyırdı. Zəifləmiş Qacar hakimiyyəti bu qaynaqların sömürülməsini təhlükə altına salırdı. Çünki başqa bir dövlətin də ayağı açıla bilərdi. Boşluqdan mükəmməlcəsinə yararlanan Britaniya 1919-cu ildə Anglo-Persian anlaşmasını Qacarlara imzalatdı. Bununla da Qacarlara faktiki son zərbə vuruldu. Artıq İngilis mətbəxindən çıxacaq yeni dövlət və yeni siyasət üçün hər şey hazırdır. Qacar bitməli və bitiş nisbətən yumuşaq çevriliş ya da farsca desək kurita ilə olmalıydı. Qacarların devrilməsi həm Britaniyanın neft maraqlarını, həm də Sovet təsirinə qarşı tampon yaratmaq stratejisini təmin edirdi. Tampon siyasi terminolojidə mane-yasət anlamı daşımaqdadır. Qacarların son dönəmində Qazaq briqadasının Mazəndaranlı bir komandarı var idi. Riza Savadkuhi. Riza 1878-ci ildə Mazəndaran vilayətinin Savadkuh bölgəsində yerləşən Aləş kəndində doğulmuşdu. Bu səbəblə yerli adətə uyğun olaraq onu Riza Savadkuhi, bəzən isə Riza Alaşdı kimi çağırırdılar. O zamanadək İranda soyad qanunu çıxmadığına görə əsasən önəmli postlarda olan insanları doğulduğu yerə nisbət verirdilər. 1919-cu ildə soyad qanunu qəbul olduqda Rizaya möhtəşəm bir önəri gəldi. Bu önərini ona verən kim idi sizcə? Kimliyindən öncə qaydaq ingilislərin hazırlığına. İngilislərin İran daxilində olduqca güclü ziyalı şəbəkəsi var idi. Dönəmin ziyalı və yazar tayfası adətən qərb yönümlü, əsasən də ingilis məhvərli şəxslər idi. İngilislər hərbi çevrilişə uyğun adamı tapsalar da, ona fikir, yön verən qələm əhli də lazım idi. Axı Riza Savadkuhi savadsız bir hərbiçi idi. İngilis qılıncı, mason qələmi. Epizodumuza 1921-ci ildən davam edərək zəif olmuş Qacar dövləti və səhnəyə çıxan Qazaq komandiri Riza xan. Bir əskəri şaha çevrilmək üçün təkcə hərbi güc yetərli deyildi. İdeoloji və siyasi bir memar lazım idi. Bu memar Məhəmməd Əli Furughi idi. Kim idi Furughi? O dövrün ən nüfuzlu ziyalılarından baş nazir vəzifəsini tutmuş bir siyasətçi idi. Ancaq daha önəmlisi, Furughi İrandakı ilk mason lojalarından olan Loja Bidarı, yəni Oyanış lojasının qurucularından və ən fəal üzvlərindən biri idi. Eyni zamanda Furughi ailəsinin Yəhudi əsilli olması ilə bağlı çox ciddi iddialar mövcuddur. Bu haqda Mehdi Bağımdad Kitab-ı Şərh-i Hal Rəcali İran, İranın ictimai və siyasi xadimlərinin tərcümə halı əsərinin 635-ci səhifəsində belə yazır. Furughinin ata tərəfindən əcdadları Bağdadın Yəhudi tacirlərindən idi. İsfahanda məskunlaşdıqdan sonra müsəlman olublar. Bu iddia və rəsmi mason olması onun qərbidəki və İrandakı maliyyə siyasi dairələri ilə əlaqələrini daha da gücləndirən bir amil idi. Furughi və onun təmsil etdiyi siyasi xətt savadsız Rizaxanın arxasındakı beyin mərkəzi oldu. O Rizaxana yeni dövlətin ideoloji xəttini cızdı. Qərb tipli, amma sərt mərkəziyyətçi bir sistem formalaşdırdı. Ən maraqlısı Minillik Türk İmperiya çağını bağladıqdan sonra Rizaxana qədim İslamdan əvvəlki İrana bağ qurmaq üçün məhz Pəhləvi soyadını təklif edən də Furughinin özü idi. Beləcə Pəhləvi xanədanının təməli Britaniyanın hərbi dəstəyi və Furughi kimi daxili şəbəkələrin siyasi mühəndisliyi ilə atıldı. Bu bir ailənin yox, bir projenin başlanğıcı idi. Qəzvində İngilis generalı ilə Rizaxanın görüşü.
Sir Edmund Ironside Britaniya dövləti tərəfindən 1920-ci ildə İrana göndərildi. O Qəzvində yerləşən Qazaq briqadasını nəzarət altına aldı. Qazaq briqadasının komandiri isə Rizaxan idi. Hazırlanmış çevriliş planı Qəzvin görüşlərində Rizaxana başa salındı. Ona Seyid Ziyaəddin təbatəbai ilə birgə hərəkət edəcəyi əmr olundu və şərt qoyuldu ki, ilk başda Qacar şahı devrilməyəcək, amma hakimiyyət Rizaxanın əlinə keçəcək. Bunun ardıca Tehran yürüşü təşkil olundu. 3 fevral 1921-ci ildə Rizaxan Tehranı faktiki olaraq döyüşsüz ələ keçirdi. Seyid Ziyaəddin təbatəbai çevrilişin siyasi beyni idi. Onun Ironside və Britaniya dairələri ilə əlaqədə olduğu geniş sənədlərlə sübut edilib. Çevrilişdən dərhal sonra baş nazir təyin edildi. Ziyaəddin təbatəbai modernist, qərbpərəst və eyni zamanda Britaniyanın bölgədəki planlarına uyğun bir siyasətçi sayılırdı. Amma Seyid Ziya da bilmirdi ki, pəhləvizm necə bir virusa dönüb onun özünü də bulaşdıracaqdı. Ziya təbatəbai və Rizaxan arasında sonradan siyasi gərginlik yarandı. Çevrilişdən cəmi 90 gün sonra vəzifədən uzaqlaşdırıldı. Müharibə naziri olan Rizaxan güclənərək 1925-ci ildə tamamilə taxta çıxdı və Pəhləvi monarxiyasının, yəni səltənətinin təməlini qoydu. Beləliklə, dünya şahlıq tarixində ilklərdən birinə imza atıldı. Kral xanədanından olmayan, heç bir savaşda qalib gəlməyən, fatih olmadan sıradan bir əskər Mazəndəranın kəndlərindən ingilislərin əli ilə yeni temdə padişahlıq unvanına yüksəldi. Bu sülalənin varlığı xaricilərin iradəsinə möhürləndi. Bundan sonra bu soyadda olan heç kim xarici dəstək olmadan yaşaya bilməyəcəkdi. Atanın yolu ilə sürgün və yenə xarici müdaxilə. Tarix təkrarlanır. İkinci Dünya müharibəsi başlarında Riza Şah bu dəfə Almaniyaya meyl etməyə başladı. Bu isə onun memarı üçün bir səhv idi. 1941-ci ildə Britaniya və Sovet qoşunları İranı işğal etdi və Riza Şahı taxtdan imtina edib sürgünə getməyə məcbur etdilər. Bəs taxta kim çıxdı? Əlbəttə ki, onun gənc oğlu Məhəmməd Rza Pəhləvi. Yenə xalq iradəsi yox, yenə xarici müdaxilə. İşğalçı dövlətlər idarə etməsi daha asan olan gənc şahzadəni atasının yerinə yerləşdirdilər. Amma Rza Pəhləvinin hakimiyyəti üçün ən həlledici xarici dəstək 1953-cü ildə gəldi. İran neftini milliləşdirən, demokratik yolla seçilmiş baş nazir Məhəmməd Müsəddiq, CIA və MI6-in birgə təşkil etdiyi Ajaks əməliyyatı ilə devrildi. Şah ölkədən qaçsa da çevriliş uğurlu olandan sonra geri qayıtdı və mütləq monarşını qurdu. 1952-ci ildə Amerikada keçirilən prezident seçkilərində Eisenhower qalib gəldi. O zamankı Britaniyanın baş naziri Churchill yeni seçilmiş Amerika prezidenti Eisenhower ilə anlaşdılar və Ajaks əməliyyatını hazırlamağa başladılar. Əməliyyatın başına keçmiş Amerika prezidenti olmuş Rooseveltin nəvəsi, CIA-nın Orta Doğu və Asiya üzrə sədri olan Kermit Roosevelt gətirildi və beləliklə uşağın əlindən tutarcasına oğul Pəhləvi taxta əyləşdirildi. Yəni Pəhləvilərin hər iki nümayəndəsi taxta ya birbaşa çevrilişlə, ya da xarici işğalın nəticəsində gəlmiş oldu. Pəhləvilərin gəlişini Qacarların gedişi hər daim göstərməli idi. Bu göstərişində ən təməl hədəfi türklər idi. Pəhləvi projesinin milyonlarla Azərbaycanlıya münasibəti tək kəlmə ilə fəlakət idi. Furuğunun cızdığı və Pəhləvilərin icra etdiyi ultra-aryai faşizminə söykənən ideologiya İrandakı digər bütün etnik kimlikləri, xüsusilə də türkləri hədəf aldı. Rizaxan taxta çıxdıqdan sonra vahid millət adı altında türklərə qarşı mədəni və siyasi baskılar başladı. Qacarlar başda olmaqla 1000 illik hakimiyyətdən heç bir əsər-əlamət qalmamalı idi və beləliklə Azərbaycan türkçəsi tədris müəssisələrində və dövlət orqanlarında tamamilə qadağan edildi. Türkçə danışmaq cərimə və həbs səbəbinə çevrildi. 1936-cı ildən başlayaraq Azərbaycan türkçəsində yazılmış kitablar toplanıb məhv edildi. Mədəniyyət evləri, məktəblər və mətbuat üzərində ciddi nəzarət tətbiq olundu. Xüsusilə dövlət idarələrində, məktəblərdə və nəqliyyatda türkçə danışanlar saxlanılır, cərimə sandığına pul ödəməyə məcbur edilirdi. 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaranmış Milli Hökumət Pəhləvi ordusu tərəfindən qana boyandı. Minlərlə Azərbaycanlı türk güllələndi, kütləvi həbslər və sürgünlər başladı. Təbriz başda olmaqla bütün türk şəhərlərində ana dilindəki kitablar toplanıb yandırıldı. Türkmən səhrasında türkmənlərə qarşı torpaq müsaadiləsi və etnik assimilyasiya siyasəti həyata keçirildi. Türkmən dilində təhsil və mətbuat ləğv edildi. İran cənubunda yaşayan Qaşqay türklərinə qarşı silahlı repressiya aparıldı. 1930-cu illərdə üsyan edən Qaşqay tayfaları ağır şəkildə cəzalandırıldı. Liderləri həbs və sürgün edildi.
1929-cu ildən etibarən bütün qeyri-fars əhali öz soyadlarını farslaşdırmağa məcbur edildi. Toponimlər ya coğrafi adları dəyişdirildi. Sabalanı Səbəlana, Qaradağı Ərisbarana, Urmiyyəni Rizaiyyəyə dəyişən kimi minlərlə dağ, kənd, çay və şəhər adları dəyişdirildi. Atalarının izində və gəldik bu günə, atası və babası kimi Amerikada yaşayan Rza Pəhləvi də hakimiyyətə qayıtmaq üçün xalqın iradəsinə deyil, xarici amilə bel bağlayır. Son gərginlik onun üçün göydən düşmüş bir fürsət idi. O dərhal İsrail yanında yer alaraq özünü Qərbin və İsrailin dəstəkləyə biləcəyi alternativ kimi təqdim etməyə çalışdı. Ancaq bu plan bir çox səbəbə görə işə yaramadı. Sosial mediaya göstərildikdən çox kiçik olan bu xaricin ovladıqları gerçək toplumda yetəri sosial baza ya payğaha sahib deyildilər. Sarı xəbər ya İttilaat Zərd üzərindən sanal kütlə toplamaqla taxt-tac qazanmağa hədəf alan məlum kütlə sadəcə bununla yetinmir, onlar dünyada dağılsa sırf öz iqtidarlarını qorumaq üçün hər ucuz və alçaq yola əl atırlar. Əslində heç Rzanın yəhudi bir ailə ilə qohumluq qurması da o qədər təsirli olmadı. Son varisin son şıltaqlığı deyəsən bu dəfə ingilis babalar kimi məhəbbətlə qarşılanmadı. Pəhləvi hekayəsi bir ailənin deyil, bir projenin tarixidir. Xarici qılıncla başlayıb, daxili memarlarla şəkillənən və xalqın iradəsini heçə sayan bir proje. Bu gün də son varisi eyni yolu getməyə çalışır. İçində quru olmayan şahlığın titrək taxtı uğrunda ucuz hekayələr tarixə gömülür. Bu epizod haqqında sizin fikirləriniz nədir? Məhəmmədəli Furğu kimi fiqurların rolu barədə nə düşünürsünüz? Bu şəbəkənin uzantısı hələ də yaşayırmı? Kommentlərdə bizimlə bölüşün.